Salam hörmətli izləyicilər. Ç samitinin tələffüz formalarına baxaq. Ç çar samitdir. Cingiltili qarşılığı C samitidir. Ç hərfinin ifadə etdiyi səslər. Azərbaycan dilində Ç hərfi 5 səsi ifadə edir. K, Ç, İ, Y və C. İndi ayrı-ayrılıqda bunların ifadə etdiyi səslərə baxaq. Rus və Avropa mənşəli sözlərdə Ç samiti K səsini ifadə edir. Məsələn, buraya yazmışıq aptek, həmçinin komandir, konfet və s. Ç səsini nə zaman ifadə edir? Ç səsini həm milli sözlərimizdə, həm də alınma sözlərdə ifadə olunur. Məsələn, kələm, kitab, əmlak. Bəzi sözlərdə Ç samiti İ səsini ifadə edir. Məsələn, çiçək, bəhməz, məktəb, çiyələk və s. Bir sıra sözlərdə Ç samiti Y kimi tələffüz olunur. Bu iki formada özünü göstərə bilir. Yəni, həm söz daxilində sonu Ç ilə yazılıb İ səsini verən sözlərdə özündən sonra sait gələrsə, bu zaman Y kimi tələffüz olunur. Yazılışda Ç hərfi qalır, tələffüzdə isə Y kimi tələffüz olunur. Bu cür sözlərdən sonra saitlə başlayan şəkilsi gələrsə, bu zaman Ç-yi əvəzlənməsi baş verir. Yəni, biz yazılışda Ç-nı Y ilə əvəz edirik. Məsələn, çiçəyin, çiçəyə. Həmçinin bir sıra sözlərdə Ç, C səsini ifadə edir. Qoşa Ç ilə yazılan sözlərdə ikinci samit C kimi tələffüz olunur. 8, mütəkkə və s. Həmçinin digər sözlərdə də bu özünü göstərə bilər. Məsələn, itki yazırıq, itki tələffüz edirik. Gördüyümüz kimi Ç samitinin tələffüz formaları bunlar idi. Növbəti izahlarda görüşənə qədər.